Bu arada bunu buradan bildirmək istəyirəm ki, yorumlarda çox gəlib yatan uşağı niyə oyadırsınız? Yatan uşağı oyatmayın. Amma bu tamamilə mənim özümdən uydurduğum bir şey deyil. Həkimin məsləhəti ilə elədiyim bir şeydir. Bu uşaqlar vaxtından tez doğulduqları üçün o sizin gördüyünüz videoda bunlar hələ də 40 həftələrini tamamlamamış uşaqlardır. Yəni ana qarnındakı 40 həftələrindən danışıram. Və yeni doğulan belə sayılmırlar. Ana qarnında sayılırdılar. Hələ də ana qarnında sayılırlar. Ona görə də həkim kəsinliklə uşaqları 2 saatda bir mütləq bəslə dedi, mütləq yedizdir dedi, hızlı kilo almalıdırlar. Kilonu nə qədər yavaş alırlar, bir o qədər onlar üçün daha yaxşı olmaz, yəni daha pis gedər. Nə qədər hızlı, nə qədər tez toparlanarlarsa, o qədər bədənlər daha möhkəm olar. Daha normal uşaq sınırlarında olarlar. Yəni bunu mütləq eləməliyəm deyə eləyirəm. Kefimdən yəni uşaqları oyatmıram. Elə fikirləşməyin. Təbii ki, indi bunlar inşallah normal uşaq sınırlarına gələcəklərindən sonra artıq yavaş-yavaş gəlirlər. Gələndən sonra mən bunu oyatmayacağam və yavaş-yavaş da oyatmamaya başlayıram. Artıq özləri var. Rejimləri var. Necə deyim sizə? Əvvəllər oyanmırdılar qəti bir şəkildə. Mən oyatmaq zorunda qalırdım. Uşaqlardan olsa 5-6 saat yatsınlar. 5-6 saat az bir şəkildə ana qarnında